Bu bizim polis qadınların sənət işidir. Sivil bir insana, 63 yaşında ağbirçək bir qadına törətdikləri zorakılıqdır. Yəni mən ora sivil qaydada getmişdim. Natalya Sadıxova 16 iyun 2023-cü ildə səsinin eşidilməsi üçün Milli Məclisin qarşısına gedib etiraz etdiyi vaxtda polis zorakılığı ilə üzləşdi. Polislər onu saxlayarkən saçını yolmuş və qolunu burmuşdular. Da var. Öne çıkan da arkadan kadın polisleri benim saçımdan yapışıp, bu örpeğin başımdaydı, saçımdan yapışıp saçımı böyle yoldular. Saçımı yığan bir toka var idi başımda, onu da koparttılar. Onu kopardandan sonra beni zor tətbiq elədilər. Hətta qollarımı belə vuraraq hiss elədim ki, artıq qollarımı qırmaq istəyirlər. İki tərəfdən də qollarımı qırmaq istəyirlər. Natalya Sadıxova Müsəlman Birliyi Hərəkatının üzvü 2023-cü ildə narkotik alverində ittiham edilərək saxlanılan dini inanclı Ələkbər Sadıxovun anasıdır. Sadıxova müsahibələrində oğlunun şərlənərək həbs olunduğunu bildirmişdi. O, Ələkbər Sadıxovun həbsinin onun dini inanclı olması və Müsəlman Birliyi Hərəkatının üzvü olması ilə bağlı olduğunu demişdi. Narko tacirin anası gəlir oğlu ilə görüşməyə. Onun görüş kağızına belə baxıram. Baxıram onun görüş kağızı təmizdir. Bir dənə şəkli var. Burada da adı soyadı yazılıbdır, qutardı. Görüş vərəqəsidir. İki listədən ibarət. Amma bizim tutaqda olan oğulların vərəqəsinə baxıram. Bir anlıq belə baxdım. Gözümdə eynək yoxdur. Eynəyi qoyandan sonra eynəklə baxdım. Baxdım ki, bu hissədə şiə yazılıb qırmızı hərflərlə. Ortada radikal yazılıb yekə peçatlı hərflərlə, qırmızı hərflərlə. Burada şiə, burada radikal, burada narkotiklər, burada Müsəlman Hərəkat Birliyinin üzvü. Bəli, Müsəlman Hərəkat, o görüş listəsində bax, o vardı. Deməli, bu əqidə müharibəsi gedir ortada.